təxminən 2017-ci ilin aprel ayıydı. Bizim uşaqda gözündə ciddi problem yarandı. Gözün ağ-qarası məsələsində elə bir ağı-qarası bir-birini əvəzləyən bir şey yarandı. Təxminən elə qohumlardan, tanışlardan öyrəndik ki, bunu yaxşı həkim bizi Xəlil doktor məsləhət gördülər. Çox sağ olsun, təxminən 7 ildir biz Xəlil doktorun qəbulunda oluruq. Bu müddət ərzində həm o dediyim problemi, məsələn, Xəlil doktor müalicə ilə həll elədi və sonradan müayinə əsasında məlum oldu ki, gözündə təzyiq var uşağın və əməliyyatla da təzyiqi stabil vəziyyətdə saxlayır. Sağ olsun minnətdar. İndi də mirvəri suyu ilə bağlı inşallah bu gün əməliyyat olunacaq. Allahın izni ilə başa düşürəm ki, yaxşı olar. İnsan olaraq sadə insandır, yəni həqiqətən səmimi deyirəm, yəni nəyəsə xatiri yox, səmimi insandır. Xəstələrlə rəftarına, xəstə və yaxınlarla rəftarına səmimi insandır. Həkim çox istəyirsən? Bugün əməliyyat olacaq, inşallah süper edəcək.